Deməli, Şamaxıdan yanımıza bir müştərimiz yaxınlaşıb. Opel Astra H 1.4 mühərrikli. Mühərrikdə həddindən artıq çox yağ yemə problemi var idi. Motoru sökmüşük, göndərdik bloku, yondurduq, tam ideal vəziyyətdə. Porşunlar yenisi ilə əvəz olunur. Polçalarını taxmışıq. Porşunlar blokun üzərinə ustanovka olunacaq. Artıq porşunları vururuq bir-bir blokun üstünə, içinə. Qalovka hissəsində iş gedəcək. Bloku artıq korobka ilə birləşdirdik. Qalovka hissəsi svarka olundu, yonuldu, tam ideal vəziyyətə gətirildi. Klapan salniklərini indi yenisi ilə əvəz eləyirik. Farsunkaları yuyacağıq, tam ideal vəziyyətə gətirəcəyik. Dəmir prokladka 3 list qoyduq. Salniklər yenisi ilə əvəz olundu. Farsunkalar yuyulur, tam ideal vəziyyətə gətiriləcək. Krişkasında çat var idi, krişkasını üstdən çıxmayla, yaxşısıyla əvəz elədik. Tam ideal vəziyyətdə olanı ilə. Qalovkanı qoymuşuq, zajqanyanı quracağıq. Zajqanya artıq demək olar ki, qurduq, ideal vəziyyətdə gətirdik. Yeni seplərin atıcınoy həddindən artıq çox az çıxır. Sinə prokladkası yenisi ilə əvəz olundu. Artıq işin 70%-dən çoxu gedib, artıq hazırdır. Xeyirli, uğurlu olsun.